أليس الله بكاف عبدا. Bismillahirrahmanirrahim. Bugünkü silsiləli fiqh dərslərimizə davam edirik və ikinci dərsimiz olan fiqhdir. Mövzu belədir. Fiqhin tərif yönündən 3 tərifi vardır. Fiqhin lüğəti yönündən tərifi, şəri yönündən tərifi, bir də islahi yönündən tərifi. Daha geniş olan fiqhin lüğəti yönündən tərifi. İstər bu dünyəvi məsələdə olsun, istər dini məsələdə olsun, bir məsələni anlaması, artıq bu məsələni insanın başa düşməsi, bu məsələni fiqh etməsidir. Məsələn, müəllimin bir tənliyi anlatması, riyazi bir tənliyi anlatması, tələbənin daha sonra bunu anlaması deməsi ki, fəqihtu hədihil məsələ, mən bu məsələni başa düşdüm, yəni anladım, fiqhin lüğəti mənasına daxildir. Bilmək lazımdır ki, fiqhin lüğəti mənası şəri və qeyri-şəri, dini və dünyəvi məsələlərin hər birini anlamaqda əhatə edir. İkinci, fiqhin şəri mənası olan tərifinə gəldikdə isə, burada istəyir mükəlləf olan bəndələrin tətbiqi əməllərindən bəhs edəcək, əhkamlardan bəhs edəcək bir elm olsun və yaxud Allah Azze və Cəllənin ad və sifətləri olsun, əqdəvi yönümlü məsələlər olsun, cənnət və cəhənnəm əhlinin vəsfi olsun və yaxud peyğəmbərlərin qissələri olsun, bunlar fiqhin şəri mənasına daxildir. Və fayda üçün bilmək lazımdır ki, Quran-ı Kərimdə və hədislərdə varid olan fiqhin fəzilətinə dair ayə və hədislər fiqhin şəri mənasına daxildir. Allah Azze və Cəllə Tövbə surəsində deyir ki, وَمَا كَانَ الْمُؤْمِنُونَ لِيَنْفِرُوا كَافَّةً Qoy möminlərin hər biri toplum şəkildə döyüşə çıxmasınlar. فَلَوْلَا نَفَرَ مِنْ كُلِّ فِرْقَةٍ مِنْهُمْ طَائِفَةٌ لِيَتَفَقَّهُوا فِي الدِّينِ Qoy onlardan bir toplum geridə qalsın ki, dini daha anlayışlı öyrənsinlər, daha dərindən öyrənsinlər, dindən fəqih olsunlar. Və onun kimi Allah Resulü aleyhissalatu vesselam buyurur ki, "Mən yuridillahu bihi xayran yufaqqihu fid-din." Allah kimə xeyir istəyərsə, dində fəqih qılar, yəni dini anlayışlı qılar. Bu dediyimiz kimi Quran və sünnədə gələn fiqhə aid ləfzlər hər biri fiqhin şəri olan mənasına daxildir. Üçüncü məsələ, fiqhin islahi tərifi dedikdə, mükəlləflərin əməllərinə aid olan əməli, tətbiqi, şəri hökmlərdən bəhs edəcək bir elmdir. Burada şəri dedikdə dünyəvi məsələlər çıxır, tətbiqi dedikdə isə əqidə məsələlər çıxır. Və bilmək lazımdır ki, 4 məzhəbin 4-ü də fiqhin istilahi tərifi üzrə məzhəblərini, mədrəsələrini formalaşdıraraq usullarını cızmışlar. Və onların fiqh yönümdən, dediyimiz kimi islahi yönümdən tərifini verdikdən sonra bilmək lazımdır ki, onların əqidəvi yönümdən hər biri eyni əqidə üzrə olmuşlar. Fiqhin mövzusuna gəldikdə isə hər bir fənin özünə məxsus mövzusu vardır. Məsələn, nəhv elmi, qrammatika elmi, onun mövzusu isim, feil, hərflərdir və yaxud tibb elmin mövzusuna gəldikdə insan bədənidir, orqanlarıdır və riyaziyyətin mövzusuna gəldikdə rəqəmlərdir, vurmadır, çıxmadır, toplamadır, bölmədir. Fiqhin mövzusu isə mükəlləf olan bəndələrin tətbiqi yönümdən, əməllərindən bəhs edilən şəri hökmlərdən bəhs edəcək bir elmdir. Fiqhin fəzilətinə gəldikdə isə burada ümumi fəzilət var və şəriətdə keçəcək bütün ləfzlər hər birini fiqhin ümumi fəzilətinə şamil etmək olar. Fiqhin lakin xüsusi fəzilətinə gəldikdə isə İbn Əl-Cəvzi rahiməhullahın da dediyi kimi hər bir elmin faydalı olduğunu görmək istəyirsənsə onun səmərəsinə bax. Fiqhin də səmərəsinə baxdıqda görürük ki, fiqhin səmərəsi elmlərin içərisində ən cəlil, ən şərəfli, ən uca olan elmlərdən birisidir. Daha sonra fiqhin mənbəyinə gəldikdə isə fiqhin mənbəyi biz bu dərsdə danışmayacağıq. Çünki fiqhin mənbəyi əsasən Quran sünnədən istinbat olunmuş, götürülmüş, çıxardılmış hökmlərdən ibarətdir. Biz bunu Allahın izni ilə usul fiqh dərslərimizdə Allah ömür versə geniş danışacağıq. Sonra fiqhin öyrənməyə gəldikdə isə fiqhin fərzul ayn və fərzul kifayə hökmləri vardır. Bunlar nə deməkdir? Fiqhin fərzul ayn, yəni hər bir fərdə vacib olan bir elm. Bilmək lazımdır ki, bir əməl
bir bəndəyə fərzlə ayndirsə, yəni edilməsi vacibdirsə, onun haqqında elm əldə etməsi də vacibdir. Məsələn, dəstəmaz hər bir müsəlmana alması vacibdir, namaz qılması vacibdir. Onlar haqqında elm əldə etməsi də vacibdir. Daha sonra fərzul kifayə. Fərzul kifayə odur ki, müəyyən bir qism onu edərsə, digərlərindən bu düşür. Onun kimi bir bəndəyə bir əməl fərzul kifayədirsə, onun haqqında elm əldə etməsi də fərzul kifayədir. Məsələn, deyə bilərik ki, cənazə namazı və yaxud səhmlərdən çıxarılan bir zəkat. Bu, hər bir fərdə vacib deyildir. Amma bir fərd bu işlə məşğul olarsa, ona öyrənilməsi bu elm vacib olmuşdur. Bugünkü bu qədər. İnşallah növbəti dərsimizdə görüşənədək. أليس الله بكاف عبدا